Başqa hansı futbolçuları bəyənirsən? Başqa Nərman Axundzadə. Sən Əkbər. Yaxşı. Yaxşı olasan. Əkbər, dünənlərin bilirsən də, sığınacaqda sən futbola baxırdın və insanlar sənə çox böyük bir pərəstişkarlıqla, insanlar da səni izləyirdilər. Necə yarandı, necə baş verdi, yəni futbola baxmaq istəyin və yaxud futbola marağın? Futbola marağım mən uşaqlıqdan televizora baxanda yarandı məndə. Aha, Orada Qurban gördüm. aha. Başqa hansı futbolçuları bəyənirsən? Başqa Nərman Axundzadə, Aha. Abdullah Zübeyir, Leonardo Andrade, Matias Topanski bizim qapıçımızdır. Dünən gördün nə qədər qolları? Bəli. Burada Nə hisslər keçirdirdin onda? çox sevindim. Orada bir axırıncı qol vuranda orada çox gözəl seyf elədi. Elə. Bəli. Hesabın bəs Qarabağ Futbol Klubunun məğlub olması səni məyus etdi, yoxsa nə hisslər keçirdin onda? Çox üzüldüm. Ona görə ki Qarabağ istəmirdim uduzsun. İstəyirdim ki Qarabağ qazanar. İnşallah ki qazanacağıq. Sənə bir şad xəbər də verim. Çox güman ki, yəqin dostların sənə deyiblər. Sən bayaq müsahibə verəndə artıq Qarabağ Futbol Klubunun rəhbərliyi artıq zəng elədi və səndən görüşmək istədiklərini bildirdilər. Buna hisslərin necədir, onu da bilmirsən. Çox sevincli. Buradan Qurbanova deyə bilərəm ki, çox sağ olun. Gələcək Çempionlar Liqasının oyununda sizə uğurlar diləyirəm. Çox gözəl. Ümumiyyətlə görüşə gedəndə onlara nə ürək sözlərin var, nələr demək istəyirsən? Deyəcəm ki, mən də Qarabağda oynamaq istəyirəm. Hə, çox arzulayırsan. Mən eşitdiyimə görə sən yaxşı futbol oynayırsan. Bəli. Dostlarım burada dedilər, bildirdilər ki, çox yaxşı futbol oynayırsan sən. Gələcəkdə yəni futbola getməklə bağlı marağın varmı, həvəsin varmı? Hansı futbol klubunda oynamağı? Qarabağ. Aha. Sənin bütün sevgin Qarabağlandı, belə başa düşdüm, elə? Bəli. Ümid eləyirəm ki, arzularına çatarsan Çox sağ olun. və insanların dəstəyinə görə də nə etmək lazımdır? Çox sağ olun. Çox sağ ol.